Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Deməli, bir növbəti də ataplenlərimizi, kombimizi çəkdik, quraşdırdıq, hazır və səliqəli keyfiyyətli. Gördüyünüz halda hər iki xəttində aşağıda krantların qoyulması, yəni isinmə düzgün olsun deyə. Yəni götürüb kasoyu çəkirlər, sağlı, sollu, diagonal çəkiliş düzdür. Altı üstü krantlar olur, birinin alta, birinin üstə qoyurlar, o da düzgün deyil. Hər iki krant altda olmalıdır. Qaynayan su onsuz da yüngüldür, yuxarıya qalxır, buxarlanıb qalxır yuxarıya, sinməsini, komfortunu, istilik verir. Yəni bizə lazımdır ki, hər iki krantında aşağıdan olmasıdır. Sizlərə də elə məsləhət görürəm ki, kombidə ekonom eləsin, sinmənizi də düzgün qaydada ala biləsiniz. Ataplenin hər bir tərəfi qızsın. Bir dənə növbəti deyim mən sizə, bu gördüyünüz seksiyaları görürsünüz hal-hazırda. Bu seksiyalarda riyad qalxdıqca enir aşağıdan, seksiya riyadları ilə gedir isinmə hər bir hissədə olur. Gördüyünüz halda hər bir yeri isinir, altı, üstü. Yəni dəv kimi qəşəngcənə isinmə yaranır. Bir növbəti ataplenimizdə görsədək, o da beləsi idi.